Görün nə qəşəng çevrə çəkmişəm. Gəlin bir yerdə bu sualı həll edək. Deməli, mən şəklinin də üstünə öncədən yazdım ki, sonra yazmağa vaxtımız getməsin, danışmağa getdi vaxtımız, nə isə. Mən buranı 30 bilirəmsə, baxıram bir dənə bu qövsə. Bu qövsdə mən nə gördüm? Söykəndiyi bucaq var, daxili bucaq. O zaman qövs bunun 2 qatıdır, 60 dərəcədir. Burada, bax bu bucaqda eyni qövsə söykəndiyi üçün burada bir 30 dərəcədir. Bunu tapdım. İndi buradakı bucaq nəyə bərabər idi? Bu qövsdən çıxırdıq bunu, bölürdük 2-yə, alınırdı bu. Bura bir x desək, deməli, x çıxılsın 60, bölünsün 2, bizə verirdi 20-ni. O zaman mən burada 2-yə vurdum 40, 100, deməli x bərabərdir 100-ə. Bunu 100 tapdım. O zaman bu qövsə baxan daxili bucaq hansıdır? Fikir verin, buna baxan daxili bucaq. Gördünüz bu bucağı? Bax, bu bucaq o qövsün yarısı olacaq, yəni 50. Bunu da tapdıq. 50, 30 sual. Baxın, üçbucağı görürsünüz. Üçbucaq K, S, D. Buradan da bucağı tapmaq üçün nə edirəm? 180-dən çıxıram. 50 üstə gəl 30. Nə eləyir? Mən hesablayamadım. 100.